Herkese salam dostlar, kanalıma ve videoma hoş geldiniz. Bugün yeni bir videoda karşınızdayım. Videoyu keçməmişdən və dostlar kanala abunə olmağı, videomu bəyəndiysə like atmağı və Telegrama gələrək link şərhlərdə olacaq. Kanalımıza abunə ola bilərsiniz. Burada səhmlər və kriptovalyutalar haqqında paylaşımlar edir, alır-satır siqnalları paylaşır. Həmçinin sizlərə məsləhətlər verə bilirəm müzakirə qrupunda dostlar. Həmçinin VIP qrupumuz da var. Əgər peşəkar şəkildə maliyyə bazarlarından investisiya edərək pul qazanmaq istəyirsinizsə, söhbət peşəkar şəkildə gedir. Yəni hər səhmə 5-10 manat atım və s. Yəni qəpik quruşdan söhbət getmir. Peşəkar şəkildə 100 dollar, 200 dollar, 300 dollar yatırım edərək pulunuzu artırmaq istəyirsinizsə, sizlər VIP qrupumuza gələ bilərsiniz. Davamlı olaraq yatırım edib pul qazanmaqdan söhbət gedir. Əsas kanalda da düzü tövsiyələr verirəm, amma VIP qrupda daimi verirəm və sizlərə penny stokları da tövsiyə edə bilirəm. Yəni təhlükəli səhmlərdən söhbət gedir. Yəni istəsəniz maraqlana bilərsiniz. Bu 3 aylıq hal-hazırda keçmir. Hal-hazırda aylıq 40 AZN ödənişlə bu xidməti göstərirəm dostlar. Və VIP qrupumuzda da bir neçə nəfər var. Təxmini 5 nəfərə yaxın üzvümüz var. Həmçinin Telegram kanalımıza da gələ bilərsiniz. Əsas kanalda burada da tövsiyələr verirəm. Gəlin dostlar, videoya keçək. Bugünkü videoda dostlar ilk öncə demək istəyirəm ki, 300 abunə olduq. Yəni demək olar 1000 abunəli deməli yolumuzda bunun 1/3-ni tamamlamışıq artıq. Düzdür, 1000-dən də yuxarı qalxacaq inşallah. Lakin 1000 abunəli yolda hal-hazırda 3/3-ni tamamlamışıq. Bu sevindirici haldır təbii olaraq. 300 nəfərlik bir ailə olmağımız maliyyə adamı adına sevindirici haldır. Hər birinizi təbrik edirəm və hər birinizə təşəkkür edirəm. Gəlin videoya keçək. Bugünkü video dostlar deməli səhm bazarına, fond bazarına yeni başlayanlara aiddir. Yəni səhm bazarına yeni başladıq. Yəni bunu bağlayaq. Səhm bazarına yeni başladıq. Edəcəyimiz ən böyük 3 səhvi danışacağım. Səhm bazarına yeni başlayanlara aiddir bu. Yəni bir neçə il, 1 il, 4-5 ay səhm bazarında alış-satış edənlərə aid deyil. Onlar da qulaq asa bilər təbii olaraq. Hələ də edirlərsə o səhvi o səhvdən agah olaraq bundan çəkinməyə çalışmalıdırlar. İlk olaraq dostlar, məsələn Ayvan qrafikini açdıq. Bu arada Ayva bizə 30%, bir günlük 34% qazandıraraq ümumi qazancımızı 70%-in üstünə çıxartdı dostlar qısa bir müddətdə. Gördüyünüz kimi cəmi 3 gün ərzində, 3-4 gün ərzində bizim qazancımızı 60%, 70%-in üzərinə çıxartdı dostlar. Təbii bu gördüyüm işin nəticəsidir və sizlərə həqiqətən də bu qazandırdığımın nəticəsi. Təbii olaraq bu iş risklidir, lakin bu işlə bir neçə ildir məşğul olduğuma görə, yəni 2 ildən çoxdur məşğul olduğuma görə artıq həm texniki, həm fundamental maliyyə bazarlarını analiz edə bilirəm və sizlərə də tövsiyələr verə bilirəm. Nəysə dostlar, deməli videomuzu nədən danışırdıq? Gəlin belə eləyək. Burada da göstərə bilərdim, burada da göstərdim. Gəlin keçək, burada baxaq. Çünki maliyyə bazarlarına yeni başlayanlar qrafik analiz bilmədiklərinə görə tam qrafik açmırlar dostlar əsasən. Necə edirlər? Belə baxırlar. Məsələn, açıblar 1 illik qrafiki, məsələn, hansısa bir proqramda. Görürlər ki, bu səhm getdi, qalxdı, düşdü. Məsələn, qalxdı, yenidən düşdü. Bu yenə də qalxmalıdır dostlar. Bu maliyyə bazarlarında, fond bazarında, səhm bazarında, kriptovalyuta bazarında edəcəyiniz ən böyük səhvdir dostlar. Bir səhm, bir kriptovalyuta, bir maliyyə aləti nə vaxtsa qalxıbsa, 2 dəfə, 3 dəfə qalxıbsa, yenidən düşübsə, o demək deyil ki, o 4-5-ci dəfə də sizə qazandıracaq. O demək deyil ki, o düşüşdən sonra yenə də düşməyəcək. 2-3 dəfə düşüb, bir dəfə qalxıb, 3 dəfə daha da düşməyəcək. Yəni bu hallar çox yaşanıb maliyyə bazarlarında, fond bazarlarında. Bu hallar çox yaşanıb, həddindən artıq yaşanıb. Ona görə də qrafiklə gözünüz aldanmasın yatırım etməyə. Yəni baxaq, qrafik qəşəngdir, yatırım etməli, belə şey yoxdur dostlar. Bu bir. İkinci olaraq dostlar, İkinci olaraq bir səhmə bütün pulu yükləmək, yəni bütün pulu investisiya etmək, bir səhmə. Düzdür, siz bunu hardasa challenge halında, məsələn, tutaq ki 50 dollarına, 40 dollarına, 30 dollarına, yəni çox aşağı məbləğlərdən söhbət gedir. Əgər ki sizin büdcəniz 500-600 min dollardırsa minimum. Yəni bu 20-30-40 dollardan da bunu etmək olar. Amma ki əgər bütün büdcəniz 40 dollardırsa və yaxud bütün büdcəniz 500 dollarsa, 1000 dollarsa, gəlin 1000 dolların hamısını Ayvaya yatıraq. Məsəl üçün deyirəm, Ayvaya yatıraq və yaxud bütün büdcəni gəlin neyniyək? Məsələn, lazer var idi, Luminar texnoloji bizi 30% yaxın zərərə uğratdı, amma mən bu zərəri dayandırmasaydım 70%-dən daha çox zərərə uğrayacaqdıq hamımız bir yerdə. Yəni məsələn hamısını yatıraq 8 sentlik səhmə, qazanacağıq 1000x olacaq, 10.000, belə şey yoxdur dostlar. Şirkətlər
sizin dediyinizdən oturub durmurlar, həmçinin bazarlar. Əgər ki bir şirkətdə katalizator yoxdursa, yəni şirkəti qaldıracaq bir mexanizm, bir fərqli bir şirkətin özü olmasın, satışı olmasın, hər hansısa bir bloger olsun, influencer, məşhurdan söhbət gedir. Canlı yayım açın, desin ki, bu şirkətin alın, bu şirkət qalxacaq falan. Bəli, buna milyonlarla insan yığışa bilər və bu şirkəti qaldıra bilər. Amma bu lotereya kimi bir şey dostlar. Siz onda gəlib bütün günü işinizi, gücünüzü atasınız, influencerları izləyəsiniz və xarici influencerları izləyəsiniz. Yəni də xarici dil öyrənə bilərsiniz, nəinki maliyyə bazarını öyrənmiş olarsınız. Yəni bu oyun olacaq. Və bu məsələn 8 sentdən 8 dollara qalxacaq, məsələn milyonlarla insan alsa. Yenidən sonra 8 sentə düşəcək. Yəni heç bir mənası olmayacaq. Ona görə də bunu etməyin dostlar. Bütün pulunuzu eyni səhmə yatırmamağa çalışın. İnvestisiya etməməyə çalışın. Bu iki. Üçüncü və sonuncu investisiya bazarlarına yeni başlayanlara etdiyi ən böyük səhv ada görə yatırım etmək dostlar. Məsəl üçün nədir burada? Ayva Technology. Texnologiya nədir? Texnologiya. Deməli bu şirkət texnologiya şirkətidir. Və bu şirkət partlayacaq, bizə çox pul qazandıracaq və s. və ilaxır. Amma bayaq göstərdiyim şirkət nə idi? O da texnologiya idi. O nə idi? Bir ay ərzində 92% dəyər itirdi. Yəni 2 dollardan dostlar bu səhmə mən yatırım etmişəm. Bayaq da dedim ki, zərər də etmişik bu səhmdən müəyyən miqdarda. Əslində xeyir etmişdik. Sadəcə bu səhmin belə borclanıb öz-özünü batıracağını bilmirdim. Bu şirkətin CEO-sundan asılıdır, məndən asılı bir şeydir. Və sizləri 30% çıxışda yenə də bu şirkətdən çıxartmağa çalışdım. Telegramdakı takipçilərimdən söhbət gedir. Və bu şirkətdən çıxdıq. Yəni gördüyünüz kimi bu şirkət 2 dollar 30 sentə qalxdı, sonradan 1 dollara düşdü, sonradan düşə getdi və gəldi 8 sentə. Yəni bu şirkətin adı texnologiyadır deyə o demək deyil ki, bu şirkət texnologiya lideridir öz sahəsi üzrə və yaxud bu şirkətin deməli texnologiyası lider texnologiyasıdırsa, o demək deyil ki, bu şirkət 27-28-ci illərdə trilyonlarla dollar pul qazanacaq. Qazana bilər bəli, amma itirə də bilər. Yəni söhbət bundan ibarətdir ki, adlara görə şirkətlərə yatırım etməyin. Yəni düzdür, bu bir neçə il yatırım etmiş və yaxud 5-6 ay yatırım etmiş, investisiya edən insanlara yad terminlərdir. Yəni artıq onlar bilirlər ki, belə etməmək lazımdır. Amma yeni başlayanlar bilmirlər və adları xoşuna gəlir deyə yatırım edirlər. Ona görə də belə şeylərdən qaçmanızı tövsiyə edirəm. İnvestisiya öyrənmək istəyirsinizsə, kanal izləyirsiniz və Telegram kanalımıza gəlirsiniz. Bu qədər bəsit. Sualınız olarsa da ya şərhlərdən ya Telegrama gələrək sual verə bilərsiniz. Bugünlük bu qədər dostlar. Videomu bəyəndinizsə like ata bilərsiniz, kanala bəyəndinizsə abunə ola bilərsiniz. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşənədək.